Biz inşallah ki Füzulinin Türkçə divanındakı o qəzəllərdən gücümüz çatdıqca hissə-hissə təhlil eləyəcəyik. Bu növbəti qəzəlimiz o da münacatdır ki, Füzuli buyurur: Zəhi zatun nihanu ol nihandan masiva peyda bihari sün'inə əmvac peyda qə'r napeyda. Zahirən görürsən biraz qəliz sözlərdir. Zəhi yəni nə yaxşı ki, nə gözəl. Zəhi nə yaxşı. Zatun nihanu, zatun gizlidir. Ol nihandan, həmən o gizlilikdən masiva peyda. Masiva yəni Allahdan başqa hər şey. Digərləri. Deyir, ilahi nə yaxşı ki, sənin zatun gizlindi, nihandı və o gizlilikdən masiva peyda olub. Elə bilginən ki, necə ki, günəş gizlənəndə göy cisimləri görsənər və o kəhkəşan necə bir gözəllik zahir olar. Eynən də deyir, nə yaxşı ki, sənin zatın nihandı ki, o nihandan bu şeylər neyniyib? Peyda olub. Və buna başlayır bir dənə təşbih verməyə. Deyir, bihari sün'inə əmvac peyda qə'r napeyda. Bihari sün'i sənətkarlıq dənizlərin. Əmvac mucun cəmidir. Muc dalğadır. Əmvac dalğalar. Necə ki, sənin sənətkarlıq dənizlərində görsənən ləpələrdir, dalğalardır. Qə'r napeyda, qər dənizin dibidir. Necə ki, dənizdə baxanda ləpələr görsənir, amma dənizin dibi gizlindir. Ləpələr nədirsə, dənizin dibi də hələ odur. Yəni, dəryada nə qədər su var, üzdəki su da altdakı sudur. Ancaq görsənən tərəf nədir? Ləpələrdir. Burada bir məsələ ortalığa çıxır. Burada Allahın zati sifətlərindən danışır Füzuli. Və o zati sifətləri də deyir ki, zəhi zatın nihan, nə yaxşı ki nihandır. Çünki digər Leyli Məcnun əsərində, məsələn, Allah haqqında münacatında deyir ki, təhqiq-i sifata qanə olğul. Sifat Allahın zatı adları var, bir var sifatı. Feyli sifətləri var, zatı var. Görsənən, üzdə görsənən ləpə, o dediyi ləpə, ləpələr ki görsənir, onun feyli sifətləridir. Deyir, təhqiq-i sifata qanə olğul. O sifatı ki sən axtarırsan, görürsən, bunu ilə qanə ol. Əndişə-i zatə manə olğul. Birdən gedib çıxarsan ki, mən Allahın zatı haqqında fikirləşim, əndişə-i zatı qılmaq olmaz, bilmək bu yetər ki, bilmək olmaz. Gər yetsə idi bu sirrə idrak, əgər bu sirrə idrak gedib çatsaydı, biz keçən dəfə danışdıq o almanın içindən çıxan qurt məsələsi. Deyir, gər yetsə idi bu sirrə idrak, deməzdir Rəsul, ma ərəfnak. Həzrəti Rəsul deməzdi ki, biz səni tanımadıq. Ondan ki, o yanası yoxdur. Həzrəti Peyğəmbər o mərifətullahın ən pikində olub. Nə yaxşı ki, zatun sənin nədir? Nihandır, gizlidir. O gizlindən hər şey əmələ gəlir, hər şey görsənir. Buna misal biz gətirdik ki, günəş necə gizlənəndə göy cisimləri başlayır görsənməyə və günəş çıxanda göy cisimləri görsənmir, amma var, görsənmir. Bihari sün'inə əmvac peyda, qə'r napeyda. Onu deyir ki, necə ki, dənizin ləpəsi görsənir, amma dənizin dibi var, dibi görsənmir. Bu o deməkdir ki, ya, dənizin dibi yoxdur. O dibindəki su görsənmir. Hələ ləpəni əmələ gətirən onun dənizin dibidir də.
və o sirri məammalar əslində hələ onun dibindədir də. Bölənd pəst aləm şahidi feyzi vücudundur. Nə qədər ki bölənd pəst aləm bir tərəfdən götürgünən ki bu galaktikaları Bölənd ən yuxarı. hə, ən yuxarısı. Əgər dünyadan götürürsənsə götür Comalıq zirvəsini, götür günən dərini, Marian çökəkliyini. Bütün bu aşağılı, yuxarılı nə varsa bölənd o. Bölənd yəni nə? Uca. Pəst, aşağı. Bölənd pəst aləm, bütün aşağı, yuxarı bu aləm şahidi, feyzi vücudundur. Sənin varlıq, vücud varlıqdır. Sənin vücudun feyzinin, o verdiyi o lütfün, o zövqün neydi? Şahididir bütün bunlar. Bunu ariflər deyiblər, yəni ki, yer, göy, hamısı, bütün varlıqlar Allahı neyniyir? Zikr eləyir, o zikri biz eşidirik. Bizsə böyük kişilərin sözlərindən eşitmişik ki, belə deyirlər, deyir ki, böyük kişilər belə deyir, amma kişilər olub ki, onu özləri eşidirlər. Deyir, bölənd pəst aləm şahidi feyzi vücudundur, deyil bihudə olmaq yox ikən ərzı səma peyda. Məgər bu qədər kəhkəşan, bu qədər varlıqlar hamısı yoxdan var olub, boş-boşunadır. Bölənd pəst aləm şahidi feyzi vücudundur, deyil bihudə olmaq yox ikən ərzı səma peyda. Bu ki, aləm, bölənd pəst aləmdən danışdı, növbəti beytdə deyir ki, kəmal-i qüdrətün izhar-i hikmət qılmağa etmiş, qubari tirədən ayinəyi gitin nüma peyda. Yəni ki, Allah Teala üçün deyir ki, sənin qüdrətün kəmalı, hikməti izhar eləmək üçün, hikməti ortalığa çıxartmaq üçün neyniyib? Qubari tirədən, qara torpaqdan eləyib bir ayinəyi gitin nüma peyda. Qara torpaqdan bir dənə ayinə-i giytinuma hələ ki, dünyanı göstərən bir ayna əsatirdə var idi. O İran şahı Cəmşidin camından danışırdılar ki, güya əsatirə görə onun bir camı olub əlindəki, ona baxanda dünyanın hər yerini görə bilirmiş. İndiki məsələlərə işarədir ya, amma o vaxt əsatir idi, indi onu insanlar həyata keçirdiblər. Amma irfan ədəbiyyatında ümumiyyətlə ayinə-i giytinuma, ümumiyyətlə ayinə güzgü insanın qəlbidir. Çünki insanın qəlbini cilalasan, orada Allahı görəcəksən. Bir də madəm əks alır, mir'at-ı aləm, qəhr-i lütfündən. İndi mir'at-ı aləm yenə də aləmin güzgüsüdür. Bunu insanın qəlbinə də deyə bilərik, bunu təbiətə də deyə bilərik. İnsanın qəlbinə də deyə bilərsən, təbiətə də. Dəmadəm əks alır mir'at-ı aləm qəhr-i lütfündən. Allahın bir qəzəb sifəti var, bir rəhmət sifəti var. Bəzi adamlar deyir ki, mən bir iş gördüm, Allahı qəzəbləndirdim. Bəzi adamlar deyir ki, bir iş gördüm, Allahı sevindirdim, məsəl üçün, rəhmət. Sən nə Allahı qəzəbləndirirsən, nə sevindirirsən. Sən onun ya rəhmət dairəsinə gedirsən, ya özün qəzəb dairəsinə gedirsən. Yəni, bu məsələ belədir ki, bu məsələ bu cür nədir ki, insan bəzi şeyləri baxır, görür, bir cür, amma həqiqət bir cürdür. Yer günəşin ətrafına fırlanır, amma insan baxır, deyir ki, günəş çıxdı, günəş batdı. Batan da sənsən, çıxan da sənsən, bizəni gördüyün tərəf. Amma həqiqət başqa cür nədir? Həqiqət, sən günəşin ətrafına fırlanırsan. Bu da həmçinin elə. Sənə hələ gəlir ki, sən neysə qəzəbləndirdin. Ümumiyyətlə, təbiətdə olan istər, bu çoğunu dolusu, tufanı, zəlzələsi var bu dünyanın. Və yaxud gahı bu çarxı fələk aləmə tufan getirir, gahı iman evinə seyli firavan getirir. Həmkin adında biri olub, Şəmaq şairlərindəndir. Onun qəzəldir. Gahı bu çarxı fələk aləmə tufan getirir, gahı iman evinə seyli firavan getirir. Gah basır
bağrına bülbül yerinə zağ-zağan, qara bir qarğa. Gah şikar eyləməyə alıcı tərlan getirir. Yəni görürsən belə də olur, hələ də bir dəmaqdan əks alır, mir'at aləm qəhr lütfündən əksi düşür. Onun üçün gəh küdurət zahir eylər, gəh səfa peyda. Ya kədər, ya da ki, onun əksi səfanə peyda eləyir. Dəmaqdan əks alır mir'at aləm qəhr lütfündən. Onun üçün gəh küdurət zahir eylər, gəh səfa peyda. İnsanın kədərlənməsi də, insanın sevinməsi də, indi dünya üçün olur, hər nə üçün olur, ümumiyyətlə biri Allahın qəzəbindən, biri rəhmətindən neyniyir, o enerjini oradan alır. Gəhi toprağa eylər hikmətin min məhliqa pünhan. Görürsən ki, min məhliqa, yəni ay üzlü. Məh, aydır da, mah, məh, aydır. Liqa görünüş, ay görünüşdür, ay üzlü. Bu vacib deyil, yəni bu qadın cinsinə aid olsun filan, ondan getmir söhbət. Hər hansı bir gözəlliyi bir də görürsən ki, bir torpaq aldı ağuşunu, dünyasını dəyişdi, getdi torpağa. Deyir, bu sənin hikmətindəndir. Biz görsənən tərəfini görürük də, onun altında nə mənalar var, bilmirik. Bir gəhi toprağa eylər hikmətin min məhliqa pünhan, gəhi sünün qılır toprağdan min məhliqa peyda. Bir də görürsən hikmətin hansısa bir məhliqani, ay üzlünü udur, amma hansısa bir sünün, sənatkarlığın neyniyir? Torpaqdan bir dənə məhliqa peyda eləyir. Yəni, əgər Allah Teala verirsə, sənətkarlığı ilə, o sifəti ilə, aparırsa hikmətindəndir. Aparırsa hikmətindəndir. Mənim boynumun vacibliyi budur, boynuma vacib düşən budur ki, bu Allah Teala bunu verib. Allahın bu sənətkarlığıdır. Mən bunu artıq nəqş kimi baxmalıyam buna. Hələ bir ki, nəqqaş nəqş vurub, onun gözəlliyini axtarmalıyam. Allah Teala insan yaradıb, düz deyil. Mən Allahın sənətkarlığını fikirləşməliyəm ki, bu insan ən son modeldir. Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım. Ən son model, böyük bir o brend nəsə bir çıxır, sonuncu model deyil, Allah bilir içərisində nələr var. İndi Allah kimi bir sənətkar son əsərini yaradır. Produr da insan. Bəli, onu yaradıb, indi gəl gör içərisində nə funksiyalar var, nələr var. Demək, bir insan ki, gəlir, torpaqdan yarandı, gəldi, gələn insanın biz funksiyalarına baxmalıyıq ki, sənətkar nə gətirib, nə çıxartıb. Amma gedəndə, gedənin dalıcan niyə gedməlisən? Bilməlisən ki, onun hikmətindəndir. Nədirsə, onun hikmətindəndir. Getdi, məsləhətçi getdi. Ona görə getmək üçün hikmət deyir, gəlmək üçün sənətkarlıq deyir. Bir gəhi toprağa eylər hikmətin, min məhliqa pünhan gizlədə. Gəhi sünün qılır toprağıdan min məhliqa peyda. O birincidə hikməti deyir, ikincidə sün'i, sənətkarlığını deyir. Bu ona işarədir. Bir cahan əhlinə ta əsrar-ı elmin qalmıya məxfi. Cahan əhlinə ta əsrar-ı elmin qalmıya məxfi qılıbdır hikmətin küffar içində ənbiya. Əvvələ hikmətin eləyib bunu, yəni də hikmətindən naşır. Özdə niyə küffar içində xəzinə həmişə xərabəlikdə olur? Deyir ki, cahan əhlinə ta əsrar-ı elmin qalmıya məxfi. Sənin elminin sirləri. Peyğəmbərlər gəlib ki, elmin sirlərini göstərsinlər. Özdə küffarın içindən çıxırlar ki, küfrün içərisindən çıxırlar ki, nə barədə çıxırlar? O günəş çıxır, o qaranlığı yox eləyir, qaranlıq aradan gedir. O mənada ki, yəni küffara bir nur, zülmətə bir nur gətiririk. Özdə nə üçün? Mənim Allahın hikmətindəndir ki, gəlir. Bu
elmin sirlərini, elmin sirlərini açıqlayır. Və nəticədə nişani şəfqətündür kim olur izhar həmdün üçün. Füzuli tirə təbiindən kəlami can fəza peyda. Və sonda bir təşəkkür niyyəti ilə Füzuli deyir ki, sənin şəfqətünün nişanəsidir. Şəfqətün nişanəsidir ki, sənə təriflər demək, sənin həmdün üçün, sənə təriflər demək üçün. Bu şərtdir ya. Yəni Füzuli burada etiraf edir ki, mən hər nə deyirəmsə onun həmdi üçün deyirəm. Mən daha Xalq Narvarşanı şeir yazmıram. Deyir ki, nişani şəfqətündür kim olur izhar həmdün üçün. Səni həmd eləməyə izhar olmaq üçün sənin o şəfqətün nişanəsidir ki, Füzuli tirə təbiindən, Füzulinin tirə təbiindən. Hələ o təbi, yəni bir söz necə üzü qara mənasındadır, amma tirə təbi qara təbiindən. Ki o olur kəlami can fəza peyda. İnsanlara can bəxş eləyən, insanların canına feyz verən kəlamlar çıxır ha. O hələ qara yerdən çıxır ha. Tirə vaxtı, tirə təbiindən çıxır. Bir söz necədir? O necə ki torpaqdan min məhliqa peyda eləyirdi. Torpaqdan dünyanın əşrəfini yaradırdı. Gətirdi bağladı qəlbini. Bəli, gətirir ona bağlayır ki, o həmin o sənətkar, bayaqdan sənətkarlıqdan gedir axı söhbət. Sənin o sənətkarlığındandır ki, sən elə bir varlığı yaradmısan. Qaranlıq aləminə niyə görə tirə təbii deyir? Çünki qaranlıq aləmdir. Söz mülkü özü qaranlıq aləmdir. Bilinmir söz hardan gəlir. Adama soruşarlar, söz haradaydı? Bu məna haradaydı? Sən deyirsən ha bu mənanı. Bu məna sənin hansı tərəfində yerləşmişdi? Beyindirsə odur, beyin siqnal verir. Ürəkdirsə ürək odur, ürək qan vuran nasosdur. Və haradaydı bu sözü? Bu sözlər elə o hikmət aləmində, o qaranlıq aləmdədir. Ki, oradan sənin şəfqətün nişanəsidir ki, vermisən Füzuliyə ki, Füzuli onu ilə ürək oxşayan sözlər, kəlamlar. Allah sizdən razı olsun. Çox zövqlü bir veriliş oldu. Əminəm ki, izləyicilər də bəyənəcək. Mən sizlə müvəqqəti sağollaşıram. Növbəti verilişlərəcəm. Minnətdarıq. Əziz, dəyərli tamaşaçılar, bu zövqlü verilişin sonuna gəldik. Amma inşallah növbəti görüşlərdə görüşmək ümidi ilə salamat qalın.